Sputnik Azərbaycan İnformasiya Agentliyinin kollektivi milli mətbuatımızın 141-ci il dönümü münasibətilə bugünün banisi Həsən bəy Zardabinin Azərbaycan Elmlər Akademiyasının Botanika İnstitutunun Botanika bağında olan büstünü ziyarət edib. А почему мы выбрали именно этот памятник? Потому что помимо того, что Гасанбек Зардаби был журналистом, он еще был естествоиспытателем. Он закончил МГУ, он там защитил кандидатскую. Этот памятник, он стоит уже тут давно, и мы знаем, что в Ичари-Чайхар тоже есть ему памятник. Но мы решили отдать и прийти сюда, чтобы памятник этому человеку здесь тоже был не забыт. Я понимаю, естествоиспытатели это отдельно, ботаники это отдельно, но как журналисты мы просто обязаны были это сделать. Поэтому мы выбрали это место. Tədbirdə iştirak edən Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşev bildirib ki, Əkinçi qəzeti ilk sayından etibarən üzərinə düşən ağır missiyanı yerinə yetirib. Qəzet cəhalətə, geriliyə, dini fanatizmə qarşı mübarizə yollarını müəyyənləşdirərək Azərbaycan xalqının milli şüurunun oyanmasında mühüm rol oynayıb. Əkincidən sonra işığı görən Ziya Qafqaziyə, Kəşkül, Kaspi, Həyat, İrşad və digər nəşrlərimiz Əkincidə qoyulan bu ideyaları daha da inkişaf etdirdilər. Azərbaycan xalqının inkişaf istiqamətini göstərdilər və bunun nəticəsində xalqımız 20-ci əsrin əvvəllərində Şərqdə ilk demokratik əsaslara söykənən Cümhuriyyət, Respublika yaratdılar. Bu Azərbaycan Xalq Cümhuriyyəti idi. 1875-ci ilin 22 iyul tarixində Həsən bəy Zardabi tərəfindən nəşr olunmağa başlayan Əkinçi qəzeti 2 il fəaliyyət göstərib. Bu dövr ərzində qəzetdə çalışan aydın fikirli ziyalılar tərəfindən dərc olunan məqalələr cəmiyyətin inkişafına istiqamətlənirdi. Qəzet əsasən cəmiyyətdə olan məfhumata və cəhalətə qarşı kəskin çıxışlar edirdi.